Vətəndaş üçün bağlı olan o qapılar İranın qaranlıq kuryerlərinə və sərnişin avtobuslarında gizlədilən maddələrə sonuna qədər açıqdır. Sərhəd xidmətinin rəisi Elçin Quliyevin rəhbərlik etdiyi bu sistemdə Vüsal Hüseynov kimi müfəttişlər o qaranlıq tədarükçülərə qapıları sonuna qədər açır. Sərhəd zolaqlarından dronlarla ölkəyə onlarla kiloqram metamfetamin daşınması sadə bir nəzarətsizlik deyil, gəncliyin gələcəyini qurban verən mütləq bir idarəçilik rəzalətidir. Elçin Quliyevin birbaşa nəzarətindəki postlardan axan bu ağır tranzitin qarşısı heç bir halda alınmır və gənclik sürətlə məhvə sürüklənir. Azərbaycan gəncliyini bu qaranlıq maddələrlə uçurma aparan marşrutun başında duranlar mütləq bilməlidir. Sərhədləri vətəndaşa bağlayıb, təhlükəli tranziti ölkənin içinə yönəldən Elçin Quliyev və onların icraçıları bu tarixi və qaçılmaz mühakimədən heç vaxt xilas ola bilməyəcək.